İnşallah bugünkü dərsimizin izahı olacaq mövzu 51 Rusiyanın Azərbaycanın işğalına başlaması. 16-cı əsrin ortalarında Rusiya Qazan və Həştərxan xanlıqlarını işğal etdi və Qazan və Həştərxan xanlıqlarının işğalı Rusiyanın Xəzər dəniz sahillərində Xəzər sahillərinin çıxmasına səbəb oldu və Qafqaz istiqamətində irəliləmək üçün Ruslara əlverişli bir şərait yarandı. Rusların 18-ci əsrdə Azərbaycana iki yürüyüşü olub. Birinci yürüyüş 1722-ci ildə 1-ci Pyotrun dövründə, ikinci yürüyüş 1796-cı ildə 2-ci Ekaterinanın dövründə. Lakin bu hər iki hökmdarın ölümündən sonra Rus qoşunları Azərbaycan torpaqlarını tərk etmişdir. 1791-ci ildə imzalanmış Yassı müqaviləsi ilə Rusiyanın Qafqazda fəallaşmasına əlverişli bir şərait yarandı. Çünki Osmanlı dövləti məğlub olmuşdu, Qacarlar da yenicə formalaşırdı. Rusiya ona görə Qafqazda fəallaşmaq üçün əlverişli fürsət qazandı. Rusiya Azərbaycanı tutmaqla iki şeyə nail olmaq istədi. Bir, dağlıları mühasirəyə almaq. İki, İngiltərənin şərqdə fəaliyyət göstərən Austin şirkətinə zərbə vurmaq. 1801-ci ildə hakimiyyətə gələn 1-ci Aleksandr manifest imzaladı. Xatırlayırsınızsa Pyotr da 1722-ci ildə manifest imzalamışdı. Düzdür, bunlar fərqli mahiyyətə malik manifestlər idi. 1-ci Aleksandrın manifestinə əsasən Şərqi Gürcüstan Rusiyanın tərkibinə qatıldı. Eyni zamanda Şərqi Gürcüstanın tərkibində yerləşən, hələ Nadir Şahın dövründə Gürcüstanın idarəsinə verilən Qazax Şəmşədli Borçalı əraziləri də Ruslar tərəfindən verəklə işğal edildi. 1802-ci ildə Quba Lənkəran Dağıstan hakimləri ilə Georgievsk müqaviləsi imzalandı. Bu müqaviləni imzalayanlar Rusiyanın himayəsinə keçə bilərdilər. Eyni zamanda deməli, Rusiyanın ticarətin genişlənməsinə kömək etməlidirlər. Həmçinin bu müqavilə əslində Qacarların təhlükəsinə qarşı imzalanmış bir müqavilə hesab edilirdi. 1803-cü ildə Ruslar hücum hədəfi kimi Carbalakanı seçdilər. Nəyə görə? Çünki Carbalakan əlverişli ərazidə yerləşirdi və Carbalakanı işğal etməklə Azərbaycan içərilərinə doğru irəliləyə bilərdilər. 1803-cü ildə başlamış Qanq döyüşündə Carlılar qeyri-bərabər döyüşdə Ruslara məğlub oldular və 1803-cü ildə and öhdəlik imzalandı. And öhdəlik şərtlərinə görə Carlılar Ruslara girov verməli, sədaqət rəmzi olaraq ipəklə xərac verməlidirlər. Ruslar isə bunların daxili işlərinə qarışmamalıdırlar. Qeyd edək ki, Carbalakan cəmaətliyinin and öhdəliklə qazandığı muxtariyyət özünü idarə hüququ 1830-cu ilə qədər davam etmişdir. 1804-cü ildə Carlıların verdiyi vədləri yerinə yetirmədiyini görən Ruslar Cara hücum etdilər, ikinci dəfə Carı yandırdılar. 1804-cü ildə Zaqatala yaxınlığında, Zaqatala şəhəri yaxınında başlamış döyüşdə Ruslar məğlub oldular. Lakin bundan sonra Carlılar özləri Ruslara tabi oldular, çünki döyüş davam etdirmək Rus imperiyasının qeyri-mümkün idi. Ruslar Gəncəyə də hücum təşkil etdilər. 1803-cü ildə Quruqova adlı yerdəki döyüşdə Cavad xanın qoşunları geri çəkilməli oldu və 1804-cü ilin yanvarında Gəncə xanlığı Ruslar tərəfindən işğal edildi. Gəncənin işğal edilməsinin nəticəsi nə oldu? Gəncənin işğal edilməsinin nəticəsində deməli Azərbaycan xanlıqlarının, Azərbaycan əhalisinin Qacarlar dövlətinə olan inamı itdi. Yəni Fətəşah Qacar Gəncəni müdafiə etməməklə buna görə böyük səhvə yol vermişdi. Eyni zamanda digər xanlıqların işğalına yol açıldı. Azərbaycanın işğalı daha da sürətləndi və Rusların gələcəkdə Xəzər sahillərinə çıxaraq burada möhkəmlənməsi üçün də əlverişli bir şərait yarandı.